Salam dəyərli izləyicilərim. İndi hazırlayın, qışda yeyin rubrikamız qaldığı yerdən davam edir. Bugün qarışıq turşunun hazırlanma qaydasını detalları ilə sizə izah edəcəm. Turşu üçün bizə lazım olacaq acı və şirin biber, pomidor, mən hətta göy pomidordan da istifadə etdim, soğan, sarımsaq, xiyar, dəfnə yarpağı, kərəviz, şüyüd şaxı, xren və bəzi göyərtilər. İlk başdan sizə soğanın turşu olaraq qoyulması qəribə gələ bilər, amma inanın ki, arasında elə ən ləzzətlisi də bu olur. Tərəvəzləri videoda göstərdiyim şəkildə doğrayıram. Ancaq qeyd edim ki, bu proses tamamilə zövqə görədir. İstəsəz daha kiçik hissələrə də ayıra bilərsiniz. Və vurğulayım ki, daha kiçik hissələrə ayırsanız daha da ləzzətli olacaq. Turşu üçün göy pomidordan da rahatlıqla istifadə edə bilərsiniz. Qeyd etmək istəyirəm ki, normalda soğan və sarımsaq sevməyən insanlar turşunun içərisində yeyib sevəcəklər. Xren istifadə etməyimin səbəbi isə turşunun yumşalmaması, daha xırçıltılı qalması üçündür. Göy pomidorları doğramışdım, amma qırmızı pomidorları bütöv halda saxladım. Bütün tərəvəzləri bu cür böyük bir qaba yerləşdirirəm. Və biraz əlimlə qarışdırıram. Sonra isə bu cür bankalara bölüşdürürəm. Qeyd edeyim ki, mənim istifadə etdiyim bankaların ölçüsü 2 kiloqramdır. İndi isə üzərindən qapqaynar su tökürəm. Üzərlərinə qapaq çevirib təxminən 30 dəqiqə gözlədirəm. Otuz dəqiqə gözlətdikdən sonra suyu təkrar qazana tökürəm, qaynadıb yenidən bankalara dolduracağam. Mən bu prosesi 2 dəfə təkrarladım, istəsəz elə bir dəfə də edə bilərsiniz.
İndi isə hər bir bankaya 2 yemək qaşığı duz əlavə edirəm. Və hər birinin üzərinə də yarım stəkan alma sirkəsi tökürəm. En sonda isə videoda göstərdiyim kimi bankanın kənarlarına əlimlə bu cür vururam. Bunu etməyimin səbəbi isə havanın qalmaması üçündür. Qapaqlarını da yaxşıca bağlayıram. Və beləliklə turşu hazırdır. Təqribən bir aydan sonra turşu yemək üçün tam hazır olacaq. Qış aylarında yeməklərin yanında vazkeçilməz olacaq bir reseptdir. Ona görə də hər birinizin mütləq yoxlamağını tövsiyə edirəm. Hazırda isə sizlərə turşunun bir həftə sonraki görünüşünü göstərirəm. Və belə dəyərli izləyicilərim, indi hazırlayın, qışda yeyin rubrikamızın ikinci bölümü sona çatdı. Növbəti videolarda isə mütləq görüşəcəyik. Hələlik.